Əziz tələbələrimiz, professor müəllim heyəti, əməkdaşlarımız, sizin hər birinizi qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram. Geridə qoyduğumuz 2025-ci il İdman Akademiyası üçün çox uğurlu olmuşdur. Həm elm, təhsil, idman sahəsində nailiyyətlərimiz böyükdür. Ən azından Azərbaycan İdman Akademiyasının futsal komandasının Avropa çempionu olmağını qeyd etmək istəyərdim. Fəxr edici bir haldır. Eyni zamanda tədris sahəsində yeni təhsil proqramları qəbul olunmuşdur. Yeni ixtisaslar yaradılmışdır. İlk dəfə olaraq sabah qrupları artıq dövlət proqramına salınmışdır. Fizioterapiya üzrə yeni ixtisaslar yaradılmışdır. Bizim təməldən təfərrüata adlı məşqçilər və terapiya üzrə praktik təlim kitabı Raman Yahudanın müəllifi olduğu kitab tədris vasitəsi ilk dəfə dərc olunmuşdur və digər sahələrdə də uğurlarımız böyükdür. Bütün bu uğurların qazanılmasında bu kollektivin, professor müəllim heyəti, əməkdaşlar, tələbələrin birgə həmrəyliyi, qarşılıqlı əməkdaşlığı böyük rol oynamışdır. Qarşıdan gələn ildə də mən ümidvaram ki, bizim bu birliyimiz, bu əməkdaşlığımız böyük nailiyyətlərə imza atmağa imkan verəcəkdir. Mən bir daha hər birinizi təbrik edirəm. Sizə yeni ildə yeni uğurlar, xoşbəxtlik, sevincli günlər və can sağlığı arzulayıram. Bayramınız mübarək olsun.